gələm dəyik yenə bir-birinə 5-6 ay yox idin də buralarda. Heç söhbət var idi oralarda, gedib həll edirdik. Sağ ol. Bir vaxt elə oturaq görüşək, bir çay içək. Çıxıb yatmışıq, qaqa. Bizim artıq özümüzə görə adımız, sanımız. Sən bu içəridə də pis yatmadıq. Deyirəm bəlkə mafiya məsələ. Nə mafiya? Bu avtoritet söhbətlərdən. Yox. Ay şöşə. Nətər yox? Gedək əməlli başlı, düz əməlli. Biz özümüzə bir iş quraq, bir iş tapaq. Ondan sonra nə mafiya, nə danışırsan, nə sən? İçəridə bu neçə ay qaldıq, görmədin oradakı vəziyyəti. İçəridə görmürdün. Məsələni həll eləyirdin qardaş. Ay şöşü, biz bir də içəri düşməyəcəyik, başa düşürsən? Sən kim deyir içəri? Halal pulunu qazanasın da. Nə hal, mafiya hara, halal hara, giz danışırsan. Mafiya demək deyir ki, sən oğurluqla məşğul ol, adam öldür. Mafiya nədir? İndi kimsə kimə borcu olur, ala bilmir. Zəng eləyir, salam əleykum, şəmi mafiya, şöşü götürür, deyir da. Sən məsələni həll eləyirsən, qardaş, o da proseslə söhbət. Bir dəqiqə gözlə. Alo. Sağ ol, çox sağ ol. Kimdir? Çox sağ ol. Yanımdadır elə, o da salam göndərir. Salam deyir. Akif müəllim də deyir həmişə azadlıqda. Sağ ol Akif müəllim, sağ olun. Çox sağ olun. O hədiyyələriniz gəlib çatır da vaxtında. Bazar günləri, bu görüş günləri gəlirdi. Vorum Nivolya. Sağ olun. Vaxt eləyib görüşəcəkdən əvəzini çıxacağım, narahat olmayın. Sağ olun. Hansı Akif? Akif yoxdur bu. Taxtaşalma. Taxtaşalma. İşlərinə baxaq. Avara deyib tanıma bizi, avara yox sakınama bizi. Gezməyə öyrəncəliyi, yotin butin gezməliyi. Lazım olar, şöşələ belə adamda ya, lipoy bireyimə istrilat eləməkdə mən qatı olur. Yaxşı, sağ ol. Yəni problem deyil. Onu sənə vermişəm ki, ekstremal vəziyyətlər olanda istifadə edəsən. O momentlərdə. Dəqiqə başı çıxardıb cəmaatı. Keçən dəfə də eşitdim şeydi. Toyda zətdə atmısan, axırda çıxırsan, salut atılan yerdə birliklərini. Belə şeylər zətləri yığışdır ha. Göydə salitu vuruldu. Göydə salut. Ayıb deyil, adamı qandallayıb apararlar. Belə şeylər olmalıdır. Öyrəşmişik bütün gün olsa əlimiz qandaldadır da. Elini vuran ürəyi sən bərk gedən oğlan, kasıbların köməyi sən bərk gedən oğlan. Elini vuran ürəyi sən bərk gedən oğlan. İçəridə bir sən yadıma nə düşdü? O içəridə ki, sən çiməndə pərdəni örtürdün. Yadıma bir sən yaxşı şey yadına düşməz. O vaxtı Tikaz xalayının önündə hamam yox idi, o ki şey eləmirdin, arada belə hədiyyalı salıb çimdik barına. Yaxşı. Əclaf gedir, gör nəyə yadında saxlayır? Türmədə də çətinçilikdir, hər şey olur. Özdə Şəmi, indi biz türmədən çıxmışıq, daha belə boş söhbətlərdir, bambılı hərəkətlərdir, o bizdik deyil. Düzdür, özünü biraz ağır apar, kim zəng elədi, kim şey elədi, hamı ilə belə biraz müşkoy danış, nə belə boruz danış, yaxşı? Ay şöşə, deyirəm, yaxşı ki, o vaxtı sən uzaq görənlik elədin, dedin ki, Ayşəni, bir ofis götürək, bir ev götürək, maşın götürək, torpaq götürək, bir qızıl götürək, lamlarda verək. Bana deyirdin ki, gic danışırsın. Sənə malades şöşü, sən həqiqətən də insan doğrudan deyir ki, əgər bir insanı tanımaq istəyirsənsə, yəni atalar o vaxtı qəşəng deyib, bir insanı tanımaq əgər istəyirsənsə, ondan bir yerdə türmədə yat. Mən bax, sənlə bir yerdə bu neçə ay ərzində mən gördüm sən necə insansan, necə xala olsan. Atalar elə şey də deyir. Hər dəfə deyir də o vaxtı deyir. Şöşü! Bu nə israfsızdır, bu nə qudurğanlıqdır, yadımdan çıxıb bu 100 manatdan ötürü biz günlərlə gedib rayonlarda nə qayırdı, hansı işləri görürdük. Qudurma belə, Var hər yerdə hörmətimiz, təmiz olubdu söhbətimiz. Sözdə vardır hikmətimiz, dediyimiz hər kəlmə petan. Beləyik biz ay bırak. Niyə evində olmuşsan, niyə türmədən? Hardaydı burada, rıyın da yerin dəyişmirsən burada. Bir dəfə demişəm sənə, bir dəyiş müharifləri gelir. Burada, Cəmaat 30 il yatıb çıxır, heç belə niyə evində olmuşsan? Biz beləyik biz ay bırak. Biz beləyik biz ay bırak. görüm elə, mayıl dağılır, ay kişi. Görüm, nə qədər məktub gəlir. Bu kimdə? Şəmi, sənə, bir dəqiqə. Şəmi, sənə ora qrep göndərmişəm. Vay, yaxşı. Bu şey, Maqadamdan olan dostlarımızdır. Şəmi, salam.
Nə vaxt çıxırsan? Hə, bu Sankt-Peterburqda o şey Ramizi. Görətçinə Hə, hə, hə. Ha, bir dəqiqə, bu Skype hardan çıxdı ya? Bu Skype'ın bir yesi hardan basılmaqdır? Bir dəqiqə. Ay, şeydə, kimdə? İtalya'daki dostum, Alberto. O mafiyadan ha, mafiya. Paramamı ver, tez mənə. Tez ol. Arxadan hər şey yaxşıdır. Ver. Sigaranı ver. Aha. Bir dəqiqə. Yok. Arada eşitirsən mi? Arada mənə çayzat gətir. Arada çayzat gətir. Götür. Bir dəqiqə. Oh, Alberto! Con canto risagnaro te siento yara tu sangra yora. Yora da señor. Ya, şoşu. Buenos maragueros rento gaya. Oh, yara snina. Yara. İtalyan dil nereden Un biliyorsun? filo. Hadi bir diyan bana bu. Sono a casa. No. Spargiano de Zixara. Io gran solda. Yara Sara tu cara no signara. O kadar. Ne diyeyim ben? Yüreğim patladı ne? Hadi bir yanlara tercüme edeceğim sana görüm nedir bu? Sen bana oradan içkilerden zaten ver. Così? Tu come stai? Ya. Sì, non c'è male. No. Quanto Lloranto. Qualcosino ratasa. O sağlığı. Sì, ratasa. Usare come ci nota. Onu sağlığına. Ah. Ulan. Usare questa sottana. Così non dovranno da telefonare. Ah sì. Yeah, pure pensavo di era. Perché? Ok era. Calda estate non si riesce a far più niente che morire sotto il sole tra le gabole e la gente e non so fin dove. Ne kalmış falan sen İtalyan Hadi dil. bu içeride oturanda bu kadar ben görmüyorum. İtalyanski kitaplar zaten okuyor. Bu. Ay şoşu. Hey. Deməli deyir ki, burada Əhmədlidə bir Əşrəf adında müəllim olacaq. Aha. Gələcək birazdan bizim yanımıza. Onun bu işin xətrinə dəyiblər, onun məsələsini həll etmək lazımdır. Ona görə də nə qaymaq lazımdır? Hardasa dedi saat 1 saat azada həmin o adam gələcək bura. Problem yok. Sən burada yer yığış edirsən, bütün ofisin həyətini bağbana zəng elər. Bağbana zəng elər, o şeyi zada həyəti zada təmizləsin eləsin, neçə ay bura Bakmam o kadar uşağın değil. Burada qıraq adam var, hamısı qoymaq qıraq zəng elə onların hamısına, burada qəşəng yer yığış eləsinlər, təmizləsinlər, konfet, manfet, nə bilim, meyvə, qəlyan, məlyan, zat, alçı, bu sənin not, bu elə belə iş deyil. Haradasın ha? Tez de yetişemin notarına. Kata tezine. Ne var tık yapıyor. Düşmese falan olur. Sen yiyecek bak burada. Felaket. Felaket. Oğul diyor. İnandırırsın. Bir gibi diyeceğim.